cümləsində isim və həm də sifət iştirak etdiyinə görə buna qarışıq təyinli söz birləşməsi deyirlər. Bismi mənası, başlayaq bismidən adı ilə bir ön qoşması üstəgəl ismi şəklində idi. İsmun sözünün həmzəsi birləşdirici olduğuna görə oldu bismi şəklində nədir oldu? Bir, ön qoşmadır ilə, vasitəsilə, səbəb, səbəbə görə mənalarında işlədilir. Sadə ön qoşmadır və bitişik yazılan ön qoşmalar qrupuna aiddir. Kömək istəmək mənasındadır. Buna ərəb dilində isti'anə deyirlər. Sonra ismi kökü səməvədən ibarətdir. Lüğətdə ismi sözünü tapmaq istəsək səməvə köklərinə baxırıq. Mənası adı, isimdir, kişi cinsindədir, yiyəlik halındadır. Qarışıq təyini söz birləşməsinin birinci tərəfidir. Sonra təyinnənəndir və təyinnənən olduğuna görə də müəyyənlikdədir və təkdədir. Allahi əslində burada li ön qoşması üstəgəl Allahi, yəni burada əslində lillahidir. Allahın xüsusi isimdir, qrammatik baxımdan kişi cinsindədir. Niyə görə yazmışıq qrammatik baxımdan? Çünki Allahın